Herkese selam. Kanalıma, videoma hoş gəlmisiniz əziz və hörmətli gözəl izləyicilərim. Qarşınızda mən Gameays, yəni Aysundur bu arada deyim. Sabahınız xeyir olsun. Yeni vloguma xoş gəldiniz. Kanalıma xoş gəldiniz. Yeni bu gözəl vlogla qarşınızdayım. Bəli, şap alqışlarımız olmaz. Dünən vlog paylaşdım. Dünən vlog çəkdim. Axşam elə gecə ilə mandarladım, papaq fotosunu alırdım. Bugün atacağım. İndi kanala atıram. Gedirəm indi yuxarı kanala atmağa. Siz də gözəl izləyin, like atın. Kanalıma da abunə olmamışsa, abunə olun zəhmət olmasa. Hele 30 abunələrdəyik. Niyə görəsəm? Və mən iyundan, hətta may ayından mən YouTube'dayım, amma mənim abunəmə bax. Yenə də nəysə, buna da şükür. Abone olunuz arkadaşlar, bekliyorum ha. Deməli bugün size aşağıda, yəni birinci mərtəbədə qonaq otağını salamlayıram. Yataq otağımda yəni qarşılamıram. Bəli, indi sizə deyəcəm bugünkü günlüyümü arkadaşlar. Evet. Hadi bakalım. Değil. Bugün saat, şükür Allah'a saat 9'da uyanmışam. Çox vaxt 10-11'de oyanırım. Bugün 9'da uyanmışam. Şükür yani. Erken uyanmayı beceriyoruz. Evet. Neyse. İndi durdum. Dünənki geyimimi geyindim. Dünənki kombini. Deyəcəksiniz ki, niyə görə də ki günlük vlog gəlmir? Hər gün dalbadal vlog çəkebilirsən, amma 2 günlük vlog çəkmirsən. Yəni o videonu birləşdirib bizi sevindirmirsən ki, uzun video atmışsan. Belki bugün çok ihtimal elədim, çünkü istəyirəm 3 gün boyunca sizə vlog çəkim. Zaten bu aralar biraz bilirsə yeni köçmüşük evimizdə. Ona görə də biraz öncə deyim, yeni köçmüş bir evin sakinləri necə ola bilər bilənlər bilir zaten. Hamıda olmalıdır mütləq bu anılar. Dünənki kombinlərim, çünkü bu videoyu atmışam. Saçım zaman açık değil taktım. Gördüm saat 9'du. 9 tamamıyla uyanmışam tam çok qəşəng. Evet, əl yüzümü yumuşam elə qəşəng. Elə aksesuarlarla yatmışam bu arada. Əl yüzümü yuyub dişlər fırçanın hepsi hazırdır. Makyajla yatmışam. Şu an saat 10'un yarısıdır bile. Biz ne edirik indi? Yemək yeməyə gedirik. Gedək yeməyimizi. Deməli, əslində mama evde yoktu bugün. Dün size demiştim de mama geldi işten. Ve yatıp durup saat 7'de gedib işe hal-hazırda evde değil. Yemeği de yoktu evde yemeğe. Bacılarım da hiçbiri durmuyub. Yani bugün acılıqdır. Oh my god. Neyse bir şey bilək görək neyinirik. Bu arada bizim mətbəximizin səliqəsi və gözəlliyi şakamama. Hətta tavalları burada qoyub qazanları ki, səhər durub rahat qazan axtarmayaq. Elə burada pişirək getsin. Baxaq görək nə var. Kalbasa istəyirəm. Neyini yeyək dayı, qızardırıq. Haydi yallah kardeşime. Qoyaq peçə. Çünkü burada daha qəşəng qızarır. Yanına da çay istəyirəm. Qızlar, mən çay çox sevirəm. Hətta mən axır vaxtlar daha da çox beləcə deyim. Çay bağımlısı olmuşam. Deyim yani bilin. Evet bilin. Çay bağımlısı olub bacınız. Heç bilmirəm niyə böyləyim. Çay çox sevirəm. Stəkanlar hanıya? Neyse bunu da içməyə mecburiyyətlə qalıb. Çünki çaşqalarımızı bulamıyoruz. Orada kalbasa nəsə pişsin gəliyorum. Çaşqa tapa bilmədiyimə görə, çox təəssüf ki, çaşqa tapa bilmədiyimə görə bu belə qaba tökürəm. Ve içirəm. Nuş olsun kofemizdə. Bu arada yemeğimi de yedim. Unutmak öyle kolay mı sandın? Qəşəngdim.
Bu da gedərmiş. Nə bilim. Kofemizi içdik və yediyimizi yediyimizə görə qəşəng bir date elədiyimizə görə yuxarı qalxıb işlərimizi görə bilərik tamamilə. Bəli. Gedək işlərimizi görək. Bizim də işimiz, gücümüz var. Çünki bu arada qabları da bura yığdım. Çünki qapıyan yurdu çox sağ olsun. Çox sevinirəm ki, bu evimizdə qapıyan var. O vaxt ki, əvvəlki evimizdə qapıyan yox idi bu arada. Buna şükür, çox şükür. Vlogumuz tamamilə ev vlog olacaq. Yağışlı bir günün, yağışlı hava, ev vlogu və təmizlik olacaq. Ev vlogu, təmizlik, yağışlı havada nə edirəm? Mən yağışlı havada həmişə qızlar evdə rahat otururam, öz keyfimi çəkirəm. Deyəcəksiniz ki, sənin üçün gəzmək yoxsa evdə oturmaq? Məncə evdə oturmaq. Evdə inanın ki, insan üçün hər bir şərait var. Hər şeyin öz həddi var. Hər gün necə deyim, gəzənmək və ya da gəzməyi sevənlərdən deyiləm. İşimin gücümün dalınca gedim, o heç. Evdə otururum, özüm üçün işimi gücümü görüm. Rahat olum. Evdə həqiqətən mən çox rahat olaram və həmişə də hər şeyimi evdə eləməyə çalışıram və evdə də edirəm. Gördüyünüz kimi çox şey. Çox şama. Bəzi işlər var, çöldə olur əlbəttə. Və bu günlər sevdiyim günlərdən biridir yenə, çünki yağış yağır və yağış yağan kimi mən həmişə evdə otururam. Yəni yağış yağanda çölə bayıra çıxmıram və təmizlik edirəm, evi gözəlləşdirirəm. Bu mama üçün falan da yaxşıdır, həm də bacılarım üçün. Ona görə də bugün nə olacaq qızlar? Ev vlog olacaq. Bugün sizə təmizləyəcəyik. Super. Mən yağışlı havada nə edirəm? Onu sizə tam olaraq sübutlu şəkildə göstərəcəyəm. Çünki dəhşət yağış yağır bugün. Yağış yağır, şır şır şır. Gedək baxaq görək necə yağış yağır. Merak ediyorum. Vay, səsə baxım dedim. Damaşdıqdan çıxdım. Mama da bu arada piyada gedib bugün. Nəylə gələcək, necə gələcək? Mamamın bəxti. Oh my god, maşallah. Bu çox gözəl narınlar var. Damla damla. Necə sevirəm yağışlı havanı. Bir də şəkil çəkdirəyim mi? Şəkil çəkdirəcəm. Gəlin bura qızlar. Vay, yağış oldu. Neyse. Birazdan ıslanmağım gedəcək. Rahat olmayın. Yağış oldum, gəldim. Şəkil çəkdirməyə dedik, hava fotosunu eləməyə gedirdim ki, alınmadı. Nədir? Hə, tufan vur. Reals. Wow. Oh my god, maşallah, gedirəm indi otağıma. Otağımı görəcəksiniz, necə hiss edən vlogun səsini bir arayın. Saat 10 tamamdır. Mən də biraz telefonu falan baxdım. 5 ay neydi? Baxdım görüm nə var, nə yox. İndi saat 11'in yarısıdır. İndi nə edəcək? Bir şeyləri mən də elə özümün bacım gili bilmirəm və də deyə bilmərəm. Onlar da həm də zaten durmayıblar. Duranda olan ki, taxaraq paltarıyan başına. Bir-iki özümün paltarı var, ondan alacağım paltarıyan başına. Siz mən heç belə işlər bu qədər də güzel olan görməmsiniz. Oh my god. Bu arada bayaqdan çaşka axtardım. Çaşka buradaymış. Buna en yaxşısı aparım aşağıya qızlar. Burada niye saxlamışım ki? Gedə yaşağım. Paltaları da aparım bu arada. Evet, gedəyim. Baxın. Bu niye işləmir? Bunda qoşuram qızlar. Bunda açıram və yağış yağar. Bir de mən burada gözəl çiçəklərimə baxın, gözəl estetik görünürlər. Neyse gedək. Demək qızlar, zaten dünən qəşəng paltarların hər birini mama yuyub, çox sağ olsun. Həqiqətən bu arada yuyub, çox sağ olsun, var olsun. Bütün paltarları yuyub. Ona görə bir dənə görüm ki, bu don yuyulmalı. Çünki sabah bu dondan çox qəşənglər kombin eləmək istəyirəm. Ona görə
Bu da onu yumaq istəyirəm. Bu yumaq üçündür. Və atıq. Bir tek bura. Yuyulur qəşəng üstü. Orada yuyulsun. Mən bunu attım. Çünki bu lazımsız dediyim kimi. Neyse. Və bugün buralar zaten səliqəlidir. Diğer renkli paltolar. Süper. Aha. Süper kızlar. Hakikaten mükemmel yuyuldu. Orada yuyulur. Ben de ne böyle. İyice. Valla. Temizliğini istiyorum. Gördüğünüz şöyleyden. Evet falan koy temizliğe bir şey. Her yeri. Yeri de toz bulma eləmeyiz zaten. Buralara tamam temizlendi. Patalar da orada yuyulur. Burada zaten biraz seli geldi. Ben bunu çöp atmak istedim. Yani zibil kutusuna hazır. Başka bir şey yoktu zaten. Bak göre burada nesi var. Bu arada hele de yağış yağırdı. İndi saat 11'in yarısıdır. Yani 10:30. 11 yarısı 11'e qaldı. 10:37'dir. Patalarımı attım, oranı sildim. Normal yani, nerede elədim. Evde tunumamı süpürdüğünü görüyorum ama bizde evde iş görmüyor. İş koymuyor hakikaten. Gördüğünüz gibi böyle. Böyle. Bak burada ne var? Burada kaşık damaşlıklar var. Bu ne kalsın değil. Bence ne yapıyorum. Burada ne var? Burada yağışlı hava için üstten giyinmeye var. Papağı da var idi ama neyse. Bak neyse bak bu havanın neyse. İstəyirəm ki buraları belə qəşəng açım, havalandırım. Daha doğrusu havalandırım deyən ki biraz ışıqlandırım deyə. Həm də enerji qaynatıyorsun uşaqlar. Kofemiz hazır kızlar. Neyse. Yemək pişirmək istəyirəm. Bilmirəm amma nə pişirim həqiqətən. Neysə istəyirəm qışqırasızqa qızardım. Ya da makaron pişirək gəlir sizinlə birlikdə. Özdə bunda. Mən bunda ilk dəfədir bu arada yemək edəcəm. Görüyor da bilsem. Neyse koydum pişsin. Nerede burada? Kızardılmış kızartmalar. Kaynatma. Kaynadak bu makaron. Bence kaynadak. Üstüne su dökeydi onu da. Hani su. Gözüm töküyor arkadaşlar. Töktük. Aha. Burada indi bu kaynayacak ha. Ne yaxşı. Burada mən bir dəfə istifadə etmişəm bundan. Sizinlə birlikdə amma 2 dəfə istifadə etdim. Maraqlıdır. Pişəndə göstərəcəm. Saat 12'nin yarısında görün bacınız neynədə 50 saatdır. Makaronu qaynatdım. Üzərinə qəşəng bir dənə yağın falan tuzun qəşəng üstə tökdüm. Ondan sonra qəşəng neynəmişəm? Turp tökmüşəm də kök tökmüşəm. Bir dadlı və gözəldir ki qızlar deyə bilmərəm. İndi də neynəmişəm? Bağlamışam ucun. Bir şey eləməyə çalışıram. Baxaq görək. Bu nədir? Neyə biləcəm? Burada da mən kofeni bacılarım durdular, içləri qutardılar, neysə.
Çünkü bildiğiniz kimi yani saat ucu 11 olup yani 10 keçdi bu 10 dəqiqə. Sütlü kofe elədim indi mən. İndi bunları qızartmaq istəyirəm. Məncə yaxşı olar, gəlinlər. İndi qızardıq əlbəttə. Belə şöyle kızardıram indi. Göre indi bax bizim başımıza ne oyunlar gələcək. Evet. Burada ise kızım bunu biraz bu tarafa çekip kitaplar falan böyle səliqəyə salmaq istəyirəm. Çünkü öyle bir burada biraz səliqəsiz görünür. Ona göre bunları böyle estetik görünsün ve qəşəng görünsün də səliqəli olsun diye belə eləyirəm. Baxın, bax belə yaxşıdır, düz deyil. Qardaşımın coğrafiya müəllimi olduğunu hamınız bilirsiniz zaten. Və bu da onun işləridir, belə coğrafi şeylər. İndi bunu gətirib bura qoyuruq. Ne olur? Bu da belə süper olur, bəli. Bu divanı biraz bu tarafa çəkirəm. Çünkü girib içine bildiğimiz. Bu xalçanı biraz bu tarafa çəkirəm. Olur, süper. İndi baxıram çölə. Saatda 12'ye qalıb 10 dəqiqə. Mən buraları düzəltdim. Bu arada stolun üstünü sildim, elədim. Buraları da sildim, düzəltdim. Qəşəng oldu. Televizyonda özünü sildim, baxın. Belə. Süper. Durup kofe falan içtiler, hemen de onlarla karşı. Makaronlar da burada şu paltarlı paltar yanında az qalmışım. Qəşəng mandarini istəyirəm, soketim qızlar. Əlbəttə ki alınacaq. Mandarinləri mən atıram bura. Çəkirəm, oldu portakal suyu. Burada qəşəngdən portakal suyu etdim. Ondan sonra da orada pişir makaron dediğim kimi. Bu divanla biraz bu tarafa çekip biraz kitapları burada düzelttim ki daha qəşəng ve estetik görünsün. Sizin için burada heç nə yoktu çünkü bir o kadar çeksem sıkıcı olacağını düşünürdüm. Sonra robotu koştum ve evi temizlettim. Burada sizin için asan. Sonra bunun yerine biraz değiştim. Bu da yaxşı oldu bence. Hatta biraz da yukarı koydum. Süperdim. Hava elə də saat 12-10 dəqiqə işləməsinə baxmayaraq gördüyünüz kimi yağışlıydı, yaxırdı yani. Və saat isə 12-15 dəqiqə işləmişdi. Kızlar, sabah mənə padruqam çox sağ olsun deyib ki, mən sənə çox gözəl bir gül hədiyyə edəcəm. Amma gül görməmişəm, amma mənə belə deyib. İnşallah sabah gözəl bir gün göndərməlidir mənə. Sürpriz deyilən xəbərim var. Biz həmişə bir-birimizə nə alırıq, nə almırıq, onu deyirik çünki ürəyimiz partlayır. Hə. Və sabah mən qəşəng gedib o gülləri götürəcəm. Sabah mənim kargolarım gələcək, elə unpacking olacaq, həm gül gələcək. Sonra həm biz sizinlə qəşəng alış-veriş eləyəcək. Ya da yo alış-veriş yox qızlar. Həm unpacking eləyəcəm, həm padriqamdan gül gələcək, onu atacağım. Həm bacılarımı göstərəcəm, həm elə mən sizinlə qəşəng sabahın kombinini hazırlayım elə. Gəlin sabahın kombinini hazırlayım. Əslində birinci düşünürdüm ki, mən qəşəng bir dənə şey edeyim, nə edeyim. O dediyim don giyim, amma gördüm ki, o don üçün hava çox soyuqdur və qara bir şey eləmək lazımdır ki, bu sevdiyim, çox sevdiyim gözəl çantanı taxım. Həm bu çox geniş və çox gözəldir qızlar. Bununla gözəl bir kombin edəcəm. Ki vloga çox biraz spoiler verdim, amma yenə də sabah bu adidasları geyinmək istəyirəm. Bilmirəm nə qədər cool görünər, görünməz. Elə indi də bu kombini gəlin sizinlə sınayaq görək sabah necə görünə bilər əynimdə. Geyinək baxaq. Nə var ki burada? Nə qəşəngdir. Neysə. Dəqiqə bunu taxım. Wow.
Ama mən bir o qədər bəyənmədim. Bu kombinimə görə getdim. Bəli. Bu kombinimiz də getdiyinə görə, ona görə bu kombin nə olur? Ləğv edilir əlbəttə ki. Bu bir ev təhsil eləməli başdır. Əslində fikrimdə tutduğum narahat olmayan bir dənə də kombin var. Bu şalvar istəyirəm amma bu gümüşlə qızla uyğun gəlmir. Heyf ki. Bu şalvarı da istəyirəm. Yəni bir də qara kofta istəyirəm amma qara koftam yok ki arkadaşlar. Ne yapabilirim söyleyin bakalım. Ben yeni bir qərara gəldim. Heç nə. Deməli, nə edəcəm arkadaşlar deyim də göstər. Qara kombin eləyən deyiləm. Qəhvəyi kombin edəcəyəm. Çox qəşəng bir kombin olacaq həqiqətən. Və bu qara çantadan olacaq üçün onu geyinəcəm. Əslində bu qara şalvar istəyirəm. Bir an düşünürəm bunu ya da deyirəm yox. Nə bilim ya da yox elə həqiqətən. Amma mən bilmirəm. Şalvar tapmalıyam mütləq. Əslində bununla geyinə bilərəm. Nə bilim. Amma başqa belə fərqli bir şalvar istəyirəm ki, onu belə geyinməyim, eləməyim. Amma bu da ola bilər. Bundan da bir o qədər xoşum gəlmir. Əslində bu qəhvəyi də ola bilər. Bilmirəm. Bir dənə bu qəhvəyi şalvarı da geyinək arkadaşlar. Sizinlə elə denəyək. Baxaq görək necə olur. 3 dənə kombi tutmuşam ağlımda. Biri qəhvəyi, biri qara, bir də oydu. İkisi də ləğv olundu. İndi baxaq görüb bunu edəcəm. Qızlar, sabahınız xeyir. Bu arada həqiqətən deyirəm. Necə olubsa xəbərim olmayıb. Amma həqiqətən də saat neçə olsa yaxşıdır. Də bunu təxmin edeyim. Saat uje 2'nin yarısı dayan 13:30. Telefona baxdım. Kombin seçirəm 50 saat burada. Qəşəng keyf falan. İndi saat 2'nin yarısıdır. Bacım gəl ki, bəs belə. Bugün ev vlog eləmişsən. Yağışlı bir günümüzü keçirir eləmişsən. Day bəsdir. Bacılarımı göstər. Gedirəm nə etməyə bacılarımı sizə tanışdırmağa. Evet arkadaşlar. İlk dəfə bacılarımı görəcəksiniz. Bacılarım çox gözəldir. Maşallah. Tü maşallah həqiqətən yəni bildiyimiz. Nəysə. Gedək göstərim nə var ki burada. Gəldik qızlar. İndi mən də belə bəzəndim, düzəndim. Bugün kombinim belə çəhrayıdır qəşəng. Elə baxın ayaqüstü kombin edirəm. Daha doğrusu makyaj edirəm. Ayda biraz rəngi pis oldu elə bir. Ayda bu da pis oldu. Gözlüyüm. Pembe. Allah'ım tapa bilmirəm. Baxın qıza niye belə olur? Neyse axtarım tapa bilmirəm. Heç vurulmur. Bu yaxşıdır mağul. Mağul abla sözü var. Niye belə olur? Isıb keçirirəm. Nə bilim vallahım. Allahım. Bir tane fırça. Qəşəng. Burada konu. Necədir qızlar? Kosmetika deyirəm sizə. Kosmetika. Tam baxın mənlik. Neyse. Makyajım belə oldu qızlar. Taktıqını taxdım. İndi gedirəm kameramı götürürəm. Bir iki dakika.
telefonumu da götürürəm. Bir dənə qəşəng jaket istəyirəm üstdən geyinməyə. Amma bilmirəm nə geyinim. Yəni bir iki dənə jaketin arasında qalmışam. Ya bunu geyinim, heç birini geyinim. Əslində deyirəm ki, jaket nə edirəm? Fotosessiya çəkdirməyə gedirəm. Düz deyil. Sonra başqa vaxt bu çəhrayındakı qızlar o qədər paltarlarım var ki, heç geyinməmişəm. Sabah işte deməli, tam olaraq 5. Biz keçdik həyətdə yağışlı zaddan. İlk adamıq ki, yağışlı zadda qəşəng fotosessiyada short dostlar çəkdirdik. Baxın bu gözəl çiçəklə də falan. Öncə qəşəng oldu fotosessiya. Bax belə çəkdirdim ha. Süper oldu qızlar. Bayıldım həqiqətən. Saat ucu baxımda 4'dür də. Hə. İndi bacılarımı gösteriyorum. Evet. Arkadaşlar. Bilmiyor ama hiç. Bacım işe gedirdi güya. Daha doğrusu işe getməmişdi bugün. Bugün icazə almışdı ki, bəs mən neyəcəm? Əslində getməyəcəkdi bugün. Sadəcə birdən yoxlama gəlib işinə. Bilirsiniz ki, mənim bacım da, yəni böyük bacımdır bu mənim. Məndən də böyükdür. Mən evin ortancısıyam. Ortada kalan. Evet, ortada kalan kazanır derler. Kazanmışım mı acaba neyse. Bilmiyorum. Belki de delileri kazanmışımdır. Evet. Ablalar, abileri kazanmışımdır. Evet. Ha, kazandıklarımdan budur. Başka şey kazanmamışım. Həqiqi. Neyse. Mən bacımdır yəni demək istəyirəm. Baxın bu insan. Salam, mən Aysudan da böyük bacısıyam. Adım Aygündür. 25 yaşım var. Bəli, evdə qalım. Səlim, özümü istəmirəm heç bir şey. Evet arkadaşlar, bunlar doğru değil. Bacım tərifliyim, biraz qəşəng qızdır. Fortepiano müəlliməsidir. Bəli, çox qəşəng ixtisas almışam. 5-ci qrupum musiqi konservatoriyasını bitirmişəm. Super. Və indi fortepiano müəlliməsidir. Adı Aygündür, yəni 25 yaşı var. Budur mənim böyük bacım dediyim, məndən də böyük. Mən bundan sonra, bu 7-dən sonra mən olmuşam. Məndən sonra da o biri bacım olub, onu da indi göstərirəm sizə. Salam əleykum. Deməli, mənim 20 yaşım var arkadaşlar. Arkadaşlar desəndə, hə? Baxın, bacım. Hə, mənim 20 yaşım var. Adım Aylindir. Nə qəşəng. Ha, adım Aylindir. Bir deyən imkan ver də. Evin ən balaca uşağım. Evin son qızı. Son beşiyəm. Mən sevilənəm. Hadi bəs də hamımız sevirlər. Hə, sonra da ayrı seçirik. Nəysə, boş verin. Hə, oyam. 20 yaşım var, adım Aylindir. Universitet oxuyuram. Hansı fakültəni oxuyuram desəz də əgər. Deməli mən nəyə oxuyuram? Kompüter mühəndisliyi 1-ci qrup oxuyuram. Evet. Siz özünüzə yaxşı baxın. Yəni evin son beşiyi, axırıncı qızı, hamının hər şeyə mənə yolladığı qız mənəm. Yəni onu da deyim, narahat olmayın. Evet, benim arkadaşlar. Mənim qaçmağım lazımdır bu dəqiqə. Qızlar mənə gözləyir. Sağ olun, özünüzə yaxşı baxın arkadaşlar. Bazışkamı da öpürəm, gedirəm. Öpürəm də bu qız ürəkdə də, vallahi bacıların arası ən sevdiyimdir. Sən də gitsə məsələ danışdım. Nə bileyim, bu özü danışır, mənə deyir ki, sən də danışdın. Bacılarım bulardı, bacılarımı tanıdınız opşum. Bunu göstermiş oldum arkadaşlar. Kendinize iyi bakın. Saat 6'da falan görüşürüz. Çünkü uykum geliyor, uyuyorum. Uyandım. Saat 5'te yatmıştım. Saat 7'dir, akşamüstüdür. Akşamdır demiyorlar. Ve acımlı böyle. Gedirəm yemeği. Yemeği yiyəndən sonra gəlib vlogu başlayacağım. Narahat olmayın. Bye. Yemeği yiyib gəlirəm. Deməli qızlar, mən yemək yedim, gəldim saat 8-dir. Bağışlayın ki, sözümü yerinə yetirə bilmədim. 2 günlük vlog edə bilmirəm. Bilmirəm, savaş işlərim var, ona görə üzrlü sayım.
Amma bu gün elə burada vlogu bağlayıram. Gecəniz xeyrə qarşı. Kanalıma abunə olub, videoma like atmağı unutmayın. Sizi çox sevirəm. Bye bye. Gələn vloglara da amma söz verirəm yaxın zamanda. İnşallah çox gözəl vlog sizi bekliyor. Bye.